Dəli deyəndə hamı pis başa düşür. Amma o bayaq da demək istəyir, türk yazardı, ya dəlilər Əlbəttə. haqlıysa. Bir dənə qızla oğlan sevir bir-birini. Aha. Oğlan qəzada ölür. Qız o qədər oğlanın xəyalı ilə danışır ki, valideynləri elə bilir ki, bu dəli olub, aparıb qoyurlar bunu dəlixanaya. Dəlixanada qızın həkimi yazır bu kitabda. Deyir, mən bir gün ona sakitləşdirici iynə vurmağa gedəndə otağa gördüm, deyir, qız mənə baxıb oğlanın xəyalına deyir ki, bunlar mənə iynə vururlar ki, mən səni unudum, bunlar dəli olub. Mən ümumiyyətlə dəliləri sevirəm. Eşqin dəliləri. Eşqin dəliləri, bəli, o bir başqa aləmdir. Mən də o insanları sevirəm. Çünki eşqin dəlisi olmaq sevgiyə hörmət etmək deməkdir. Sevgini anlamaq deməkdir. Bu da hər insanın rası üçün deyil, qadasını alaraq.